Değerli Instagram, TikTok izləyicilərimiz. Gəncə şəhərində illərdir fəaliyyət göstərən Gəncə Basarda elə xidməti ilə brend olaraq nömrə 1 200 avtosalonun rəhbəri Erdəniz müəllimlə bir yerdəyim. Erdəniz xoş gördük. Sağ ol, çox sağ olun, xoş gəldiniz. Təbii ki, hər bir insanın xidməti hər zaman yüksək olur və insan xidməti ilə tanınır. Etdiyi insanlara xidmət və orada hörmət qazanır. Sən bugün həm hörmət qazanmışsan, həm də təbii ki, sevilirsən, seçilirsən. 200 Təşəkkür. ancaq yalnız və yalnız Erdəniz avtosalonu. Niyə məhz 200 avtosalon? 200 avtosalon mənim əvvəl maşınla, deyək, hələ bir ləqəblə tanınır. Mən 200 ləqəblə tanımışam, ona görə də 200 avtosalon adından da fəaliyyət göstərmişik. Amma indi hal-hazırda Erdəniz 110. Bəli, 10-110. Bəli, 10-110. Yəni yeni avtomobildə yeni bir Bəli, yeni nömrəmiz, yeni avtomobilimiz və əsas odur ki, bu günləri belə deyək, o ləqəb boş şeylər deyil. Yəni 200 də ola bilər, 110 da ola bilər. Əsas odur ki, bizim xalqımıza, bizim millətimizə dəyərli və faydalı, ucuz, belə deyək də, hər insanın cibinə yoğun. bəli, hər insanın cibinə uyğun bir avtomobil təqdim edə bilər. Bugünkü gün mən şəxsən fəxr edirəm ki, nəinki Gəncə, Respublika ilə deyirəm ki, qardaş, mən bildiyimi 99% ustalar bilmir. Mən 99% ustaları belə dərs keçirəm ki, qardaş, sən bu maşın haqq hesabından anlayışın yoxdur. Çox, yəni bilsən belə deyək də, Emin müəllim, Allah səni var eləsin, sən Gəncə şəhərində birinsən, adın kimi elə özün də birinsən. Sadəcə olaraq belə deyək də, mən hesaba haqsızlığı götürməmişəm. Mən istəmişəm hər kəs düzgün çörək pulunu qazansın, düzgün olsun. Bugünkü günü də nəinki mən 10-110, nə bilim, Erdəniz ləqəbi, bunların hamısı mənə fərqi yoxdur. Əsas mən öz adımla, öz ləqəbimlə düzgün yoldayım. Düzgün xidmətinlə. Bəli, düzgün xidmətinlə fəxr edirəm. Bəli. Anlatmıram, bugünkü gün kimsə yanıma gəlir ürəklə. Bu günlərim deyirəm ki, eşim kreditə girməsin. Cep kreditə girir, gəlir ki, yanıma ki, məsələn, 10 min kreditə olur 15 min. Deyir, mark kömək elə. Qardaş, mən sənə deyirəm, girmə kreditə. Mən siz cep girirsən kreditə, sonra mən sənə tər kömək edeyim. Yəni sərfəli şərtlər səndə var. Sərfəli şərtlər var. Bəli, bəli. Heç kimi ziyanə salmırsan Qadın və var. avtomobil sürən hər zaman sənə xeyir dua edir. O təbii ki, onu biz demirik, onu biz izləyicilərimiz bilir ki, bugünkü gün məndə heç bir vaxt, yəni elə problemlər olmuyor. Saxta səndə xidmət, yalan xidmət, Bəli. heç nə yox, hamısı realdır. Bəli, Erdəniz alışımı real. Bəli, qodan qalım. Ümumiyyətlə regionda kim avtomobil axırsa, təzə və köhnə, belə deyək də, istər xarici, istər yerli, yəni hər bir avtomobillərin keyfiyyətli, ucuz qiymətli satışı yəni yalnız Erdənizdə. Düzdür? Bəli, yalnız məndə deyərkən belə deyək də, dostlarımız var ki, müəyyən dostlarımız var, onlarda da ola bilər. Amma sənin sərfəli güzəştlərin bir çox insanların qanıdır. Bəli, o təbii ki, belə deyək də, mən fəxr edirəm ki, məni kimi hansısa bir dostlarımız, mən necə ki, xidmət göstərəm, elə bir xidmət edən dostlarımızla da fəxr edirəm. Bu günlərimdə tərkin, maşal verə məşğul deyilsən, çəkilişlə məşğulsan, sadəcə brend olan yerlərə gedirsən, sambalı yerlərə gedirsən, doğru düzgün yerlərdə olsan, Allah səni var eləsin. Mən də təbii ki, düzgün olan yerlərdə, düzgün iş görən insanların hər birinə canla, başla, qardaş deyirəm və yanındayım, dəstəyəm. Mənə bir maraqlıdır. Məsələn, baxırım ki, avtomobili sən kimdənsə aldın, hansı bir vətəndaşa satdın. Orada sən xeyir gözləyirsən. Yox. Amma insanların xeyir duasını alırsan. Yox, mən orada xeyir təbii ki görürəm. Mümkündür. Necə? Bax, maraqlı olur. Maraqlı. Ucuz aldın, ucuz satdın. Bəli, yox. Orada xeyir Ucuz görürsən. alıb ucuz satın belə söhbət ki, indi bəzi mənim yaxın dostlarım belə bir də sən bilirsən ki, mən ucuz alıb ucuz satmaq o deyil. Mən alanda ucuz alıram. Və bütün dərdlərini mən bilirəm. İndi mənim dostlarımız var, alverçi dostlar yoxdur. Məsələn, bilirsən, alverçi dostun yoxdur, gedirsən maşın almağa, bilmirsən, yoxlatmaq üçün, məsələn, 30 manat verib təmirçi, 30 manat verib perodok, 30 manat verib motorunu yoxlatmaqdan, nə bilim, sairən bir hardasa 200 manatın keçə getdi. Axırda bir dənə karovka problemi çıxdı, söhbət öldü, maşını almadın. Verdiklərin pul batır, təkrar bir də. Amma bir dənə mənim kimi normal, düzgün dostum, alverçi dostum olsa, onların heç biri baş verir. Yəni uzaqdan da baxsan sən diaqnoz deyirsən avtomobil. Bəli, amma nəyə var, nə tərəfdən nasazdır, nəyə çatışmır onu deyirsən. O təbii ki, mən avtomobillərlə bu dəqiqə nəfəs alıram. Deyirlər, hərənin bir işi var. İkinci həyatım budur. Aysa, mən avtomobil, insanlara mən baxanda elə bir şəxsən deyim ki, elə bir diaqnozu qoya bilmirəm, amma avtomobillərdə sırf gələndə mən ona fikir verirəm, elə bir anlıq fikrim orada olur. Elə bir avtomobilin içində mənim ürəyimdir ki, o gələndə fikir verirəm ki, bunun nə problemi? Bəli, danışıram ki, bu avtomobilin hansı problemi var. Dostlar, mən təbii ki, Erdənizi şəxsi olaraq biz tanıyırıq, amma mən tək Gəncə Basada yox, Bakıda belə avtomobil belə deyək də, fanatları, avtomobil sırf ustalar olsun və eyni zamanda maşın alverçiləri olsun, hamısı təbii ki, bir sözdür ki, Erdənizin yanına gedin, Erdəniz sənin dərdinə çare olacaq. Bu söz sənə artıq
sənə dildə əzbərdə, ona görə də oradan da keyfiyyətli və ya doğrudan sağlam bir maşın axtarsınızsa, elə sağlam insan dost olaraq Eldəniz hər zaman xidmətinizdədir. Təşəkkür. Gəlin Eldəniz Avto 200 və Eldəniz Avto 110-a sərfəli, cibinizə uyğun istədiyiniz gənc və yaşlı avtomobilləri əldə edə bilərsiniz. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram, var olasınız. Çox sağ olun. Hər birinizi öpürəm və canla başın hər birinizi qulluğundayım. Biz təbii ki, fəhlə babalar sizlərin qulluğunuzdayıq ki, istəyərdim ki, hər bir kəs gələr, faydalanar və bilər. Və bunu da deyim ki, bu arada bizdən 4 maşın alan, 1 maşın hədiyyə kampaniyası davam edir. O fərq eləmir, il, ay, yəni ümumiyyətcə hər zaman davam edir. Və qiymət belədir ki, bazar qiymətindən fərqli olaraq, məsələn, bu ruskanın qiyməti 10 mindir, bazarda da 50-dir. Mən bunu sizə 9500-ə təklif edirəm və 4 dənə bu ruskanın alana, qohumuna, dostuna, tanışına elə bir dənə ruşka hədiyyə edirəm. 2500. Yəni bundan gözəl təklif mən nə deyim? Kampaniya, bu kampaniya heç bir yerdə yoxdur. Bəli, təbii ki, yoxdur. Hər kəsə məsləhət görürəm. Gəlin, alın və yararlanın. Təşəkkür. Bu kampaniyadan hər kəs yararlansın. Çox sağ olun, minnətdaram. Gələnləriniz var olsun, var olasınız. İstəyərəm hər kəs bizi kimi düzgün yolda və düzgün işin başında olsun. Təşəkkür edirəm ki, var olasınız ki, bu günlərin düzgün yolda olan hər bir kəsin yanındasınız. Çox sağ olun, Emin müəllim, var olasınız.